Salam dostlar, salam izləyicilər, belə deyim. O, belə deyim də, reys gibi evimə girdi. Görürüm ki, usta vedrə daşıyır, sementlə, qumla, nə bilim, atseplə. Əlbəttə ki, əllər ağrıyır. Özüm də belə şlanq çatmayan yerlər var. Vedrə ilə sulayıram da. Və fikirləşdim ki, bunun axı nəsə bir hasanlaşdırmaq üçün bir yol var da. Yol tapmalıyım daha doğrusu. Təmizlik işləri aparanda görürüm ki, yerdə şlanq var, köhnə şlanq. Atmaq istədim zibilliyə, sonra ayıldım ki, deyən, o olur çizgi filmlərdə, burada belə işıq yandı, lampoçka yandı. Və beyimə maraqlı bir şey girdi. Sizlə də bölüşürəm. Deməli, bizə lazımdır. Adı fəhlə vedrəsi, kəlbətin, bıçaq və köhnə şlanq. Kəlbətinlə ruçkanın bir tərəfi, bu dəmir olan hissəsini biz çıxartmalıyıq. Bu belə çıxdı buradan. Sonra şlanqın təqribi bu ruçka ölçəsində kəsirik, doğrayırıq. Sonra bax, həmin yerdən bu şlanqı taxırıq düz ortasından. Taxıb, yenə də bərpa edirik, öz yerinə salırıq. Buyurun, hazır. İndi nəsə aparmaq üçün çox rahat olacaq. Ustalara yaxşı baxın. Ustalara yaxşı baxsaz, onlar da işlərinizi yaxşı görəcəklər. Sağ olun.